İşğal olunduğu zaman mən hardasa 11-10 yaşım olardı. Ümid eləyirdik ki, tezliklə qayıdacağıq. Bu biraz uzun sürsə də çox şükür ki, axır əvvəl öz vətənimizə, öz torpağımıza qayıtdıq. İlk köçlərdən biri biz olmuşduq, çox sevindik, hər şeydən çox razıyıq. Ümid edirik ki, günü-gündən Füzuli genişlənər, əhalisi çoxalar, inkişaf eləyər. Sabah xeyir xanımlar. Burada Qarabağ Peşə Hazırlıq Mərkəzinin dərzilik kurslarının açıldığı elan olunduqda çox sevindim. Məmnuniyyətlə bu kursa yazıldım və burada dərzilik peşəsinin sirlərinə dərindən yiyələndim. Çox sağ olsunlar, bizi gözəl şəraitli bir yerdə işlə təmin elədilər və eyni zamanda müdavim kimi aylıq bizə müavinətlər də ödədilər. Bizim gələcəkdə məqsədimiz burada işləmək, yaratmaq, Füzulinin böyüməsinə, gözəlləşməsinə və inkişafına öz töhfələrimizi verməkdə az da olsun. Çox sevinirəm ki, mənim burada yarımçıq qalan uşaqlıq xatirələrimi, həvəslərimi, arzularımı inşallah mənim övladım davam elətdirir. Bizə həmişə başucalığı gətirəcək, həm vətənə, həm dövlətə layiqli bir övlad olacaq.